Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, Milli Məclisdə Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında parlamentin qərar layihəsi müzakirəyə çıxarılır. Müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib. Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında deyib ki, bu ən böyük amnistiya aktıdır. Tariximizdə bu ən böyük amnistiya aktıdır. 20 min nəfərə şamil olunacaq. Onlardan təxminən 5 min nəfər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək. Əsas prioritet Qarabağ müharibəsində iştirak etmiş şəxslərə verilir. Parlamentar vurğulayıb ki, amnistiya prezidentin humanist addımlarının davamıdır. Bu mövzu ətrafında kifayət qədər müzakirələr aparılacaq və bütün insanlar bunu müsbət qarşılayacaq. Prezident İlham Əliyev humanist addımlarının davamı olaraq indiyə qədər 71-dən artıq əfv sərəncamı verilib. İndi isə 13-cü amnistiya qərarı qəbul olunub. Amnistiya aktı insanlara yeni şans verir və onları daha məsuliyyətli olmağa çağırır. Konstitusiya ilinə həsr olunması ilə prezidentin bu mövzuya verdiyi böyük əhəmiyyətin göstəricisidir.